Bugün biz dərsdə hansı sözləri keçdik, onu sizlərlə paylaşmaq istəyirəm. Birinci söz, it's a pity, yəni təəssüf ki. Tease, yəni sataşmaq, belə deyək, məzələnmək, ələ salmaq. I bet, yəni mərcə girirəm ki. Nədənsə əminsiniz və onda deyirsiniz ki, I bet. Seem, görünmək, məsələn, you seem happy. Sən xoşbəxt görünürsən. Sonra belə bir ifadə keçdi, to be on top of your game. If you are on top of your game, it means that you reached the best place of your work. It is used not just for games, but also with your hobbies or work or everything that is connected with you. Yəni nəyinsə zirvəsində olmaq, nədəsə uğur qazanmaq. To be on top of your game. Give in sözü deməli mətndə təslim olmaq mənasında verilmişdi. Give in təslim olmaq. Bilingual is a person who can speak two languages at the same time, two languages. For example, he is bilingual. He can speak German and English. Then guide, yəni bələdçi, mətndə tour guide kimi verilmişdi. Heritage miras mənası var. Miras mənası. It was heritage from my grandparents. Yəni mənim nənə babamdan mənə miras qalmışdı, miras idi. Enthusiastic, coşqun şəkildə, son dərəcə maraqla. He spoke in enthusiastic. Pronounce, bilirsiniz yəqin ki bu sözü, tələffüz etmək. Skyscraper, göydələn. New York is known for its skyscrapers. Keep in touch, əlaqə saxlamaq. We kept in touch for years. Yəni biz illərlə əlaqə saxladıq. Curious, yəni hər şeylə maraqlanan adama curious deyirlər. Silence, sakitlik, sükut. Awkward, çox pis bir şəkildə.